Səhər yeməyi yemək vacibdir, yoxsa kökəldir? Əslində bu məsələ ilə bağlı fikirlər ziddiyyətlidir. Bəzi həkimlər səhər yeməyinin vacib olduğunu, bəziləri isə əksinə insanı kökəltdiyini deyir. Bəs elm bu haqqda nə deyir? Əslində səhər yeməyi maddələr mübadiləsini aktivləşdirir, insanın oyanmasına səbəb olur və diqqəti artırır. Amma burada nə yediyimiz önəmlidir. Məsələn, səhər yeməyində ağ çörək, şirin çay, yağlı kolbasalar və pendirlər yeyirsinizsə, bu sizin kökəlməyinizə səbəb olur. Deməli, bu qidalar qanda olan şəkəri sürətli şəkildə artırır. Bu da sizin gün ərzində tez acmağınıza və çox yeməyinizə səbəb olur. Çəkimiz artdıqdan sonra da arıqlamaq çətinləşir. Çünki bu cür insanlar ac qalıb diyeta saxlaya bilmirlər. Əgər siz arıqlamaq istəyir və bunu edə bilmirsinizsə, bu zaman alfa-xoron preparatı sizə yardımcı olacaq. Alfa-xoron bildirim ki, dərman deyil, qida əlavəsidir. Tərkibində alfa-lipoik turşusu və xrom maddəsi var. Bu maddələr karbohidrat və yağ mübadiləsini yaxşılaşdırır. İnsanın şəkərə, çörəyə, yaxud da ki, şirniyyata olan meylliliyini azaldır. Yəni siz rahat şəkildə ac qalıb arıqlaya bilirsiniz. Bundan başqa bədənimizdə piy toplanmasının qarşısını alır. Əgər bədəninizdə, özəlliklə də dəri altında, qarın hissənizdə, yaxud da ki, qaraciyərinizdə piylər varsa, bu piylərin əriməsinə və həmin piylərin də enerjiyə çevrilməsinə səbəb olur. Qüvvətli antioksidant özəlliyi sayəsində isə qocalma prosesinin önünə keçir. Arıqlama prosesinə təbii şəkildə dəstək olan alfa-xoron preparatını bütün apteklərdən əldə edə bilərsiniz.